Çox üzr istəyirəm. Belə bir bu məqamda istəyərdim bu sual duymalıyım sizə. Biz təxminən 5 ilə yaxın artıq müddət keçirdi, 4 ildən artıq. Bu müddət əvvəlində, yəni fevralın 24-nə qədər biz nəyi müşahidə edirdik? 2 günə, 3 günə Kiyev alınacaq, hətta Qərb də bunu deyirdi, Kulebanın da xatirələrində bu öz əksini tapırdı. 2-3 günə Kiyev işğal olunacaq, məcbur olub Ukrayna və Qərb tərəfdaşları masaya oturacaq və s. və axır. Nə baş verdi ki, proses elə bir mərhələyə gəlib çatdı ki, artıq Putin 9 may paradında Ukrayna hücum etməsin deyə, özü də hara Moskvaya Trampdan xahiş edir. Əslində bu xahişin özü bir nonsensdir. Çünki həm ABŞ-ın, həm də Rusiyanın normativ hərbi sənədlərində, məsələn, milli təhlükəsizlik strategiyasında, bu ölkələrin hərbi doktrinalarında hər iki ölkə bir-birinə potensial rəqib olaraq göstərdi. ABŞ Rusiya ilə bərabər təbii ki, əsas hədəfdə Çini göstərir. Amma baxın, indi Ukrayna ilə Rusiya arasında müharibənin uzanması, Rusiyanın hərbi potensialının zəifləməsi, hücum templərinin zəif olması, itkilərin hər gün artması, belə bir vəziyyətə gətirib çıxarıb ki, Rusiya öz normativ sənədlərində, hərbi doktrinasında ehtimal olunan düşmən kimi göstərdiyi Amerikadan xahiş edir ki, mənim qonşumla, yəni Ukrayna ilə atəşkəs əldə etməyimə kömək edir. Baxın, nonsensə baxın. İki düşmən. Halbuki ABŞ da Trump'ın seçilməsinə qədər Ukraynanı birmənalı dəstəkləyirdi. Sonra münasibətlərdə biraz soyuqluq yarandı. Və bu soyuqluq da bilirsiniz, Zelenskinin ABŞ-a bir səfəri vardı. Orada Trump'la yüksək səslə danışdı və s. Bundan sonra baş verdi. Ardınca isə NATO ilə ABŞ-ın münasibətləri pozuldu və Rusiyanın da ən çox istədiyi bu idi. Eləcə də İranın, eləcə də Çinin. Başqa sözlə desək, ABŞ-ın bütün rəqiblərinin ən böyük arzusu ondan ibarət idi ki, Avropa İttifaqı üzvü olan NATO ölkələri münasibəti ABŞ ilə pozulsun və bu da baş verdi. Bugün artıq Trump açıq mətnlə deyir ki, Qatarda pulsuz gediş, ödənişsiz gediş müddəti bitir. Kim təhlükəsizlik istəyirsə pulun verəcək, ondan sonra biz o işi həll edəcəyik. Yox, əgər siz NATO büdcəsinə pul ödəməyin, ən çox pulu mən ödəyim, mən də sizi çağırıram Hörmüz boğazına, heç biriniz gəlmir. Hətta bəyanatla belə məni dəstəkləmirsiniz. Baxın, demir, gəmi falan. Siyasi bir bəyanat da veriblər, bəli, ABŞ haqlıdır, ABŞ dünyanı İranın əldə edə biləcəyi nüvə təhlükəsindən xilas etməyə çalışır kimi bir cümlə quran da yoxdur. Amma bir şey də var ki, Trump da əsas oldu, olmadı, müttəfiqlərinə çox sərt, bəzən isə alçaldıcı bir tərzdə müraciətlər edir, o da var. Yəni, Səudiyyə Ərəbistanın kral ailəsinə elə bir müraciət qəbul olunan bir şey deyildi. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı bir İslam ölkəsidir, üstəgəl ABŞ indi İslam ölkəsi ilə müharibə aparır, həm də güya Səudiyyə Ərəbistanının maraqları çərçivəsində bu qəbul edilməz bir şeydir. Roma papasını da tənqid elədi, sonra bir çox ölkə rəhbərlərini də adlarını bir-bir sadalamaq istəmirəm. Amma görünən odur ki, bu belə bir dünyanın ən güclü bir dövlətinin rəhbəri öz bəyanatlarında ehtiyatlı olmalıdır. Bu müharibədə bizim gördüyümüz oldu ki, həm ABŞ, həm İran tərəfindən həyata keçirilən fəaliyyətlər, ABŞ prezidentinin bəyanatları, İranın fəaliyyətləri gətirdi ona çıxartdı ki, düşmənlərin sayını artırdılar. İndi Zelenski isə tam əksini etdi. Zelenski müharibəyə başlayanda Ukrayna zəif bir dövlət idi. O 3 gün məsələsi nədən qaynaqlanır? Yadınızdadırsa, Krımın işğalında Ukrayna hərbi dəniz qüvvələrinin Krımda yerləşən, Krım yarımadasında yerləşən, Feodosiyada olan donanması heç bir müqavimət göstərməmişdi Rus gəmilərində. Bax, həmin prizmadan, həmin fəaliyyətlərin
fonunda bir çoxları, eləcə də Rusiyanın hərbi siyasi rəhbərliyi bir eyforiya dalmışdılar və plan da, Ukraynanın işğal planı da təqdim olunanda Vladimir Putinə təsdiqləyən zaman orada 3 günlük bir plan var idi, amma ümumilikdə müddət olaraq 4 gün nəzərdə tutulurdu. Rusiya Müdafiə Nazirliyi öz planında 3 gün təyin etmişdi. Amma ora hücum edəcək qoşunlara 2 gün vaxt verilmişdi. Yəni, bəziləri sual verə bilər ki, 1000 kilometrlərlə məsafəni qoşun 2 günə necə qət edəcək? Söhbət ondan gedir ki, diqqət edin, müharibənin ilk günündə Lugansk, Donbask və cənub istiqamətinə, yəni Krım istiqamətinə, Nikolayev, Odessa istiqamətinə hücumlarla paralel, həm də Rusiya Belarusdan Gomel istiqamətindən Kiyevə hücum eləmişdi. Oradan məsafə 350 kilometrdir. Müqavimət əgər Krımdakı kimi olsaydı 350 kilometri qoşun 2 günə, 3 günə rahatlıqla qət edə bilər. Yəni eyni, indi biz deyirik Krımdakı müqavimət, yəni müqavimətsizlik əslində. Bəli, tamamilə razıyam. Heç bir müqavimət olmadı, çox rahatlıqla aldılar. Bəli, buna görə hesablamışdılar ki, qoşun müəyyən kiçik müqavimət ocaqları ilə qarşılaşacaq. Burada ola bilsin müəyyən qüvvələri o müqaviməti dəf etmək üçün saxlayacaqlar, amma əsas qüvvələr hücumu davam etdirəcək. Və müqavimət göstərən qüvvə də arxasında düşmən qüvvələri görürsə, artıq o müqavimət barədə deyil, öz həyatı barədə düşünür. Necə eləyim ki, mühasirədə qalmayın. Bax, söhbət budur. Buna hesablanmışdı o 3 günlük müharibə. Amma bu olmadı. Müharibə uzandıqca hər iki tərəfin itkiləri artdı. Texnika, insan, vasitə, silah, sursat, avadanlıq. İtkilər də artdıqca burada Qərb təbii ki, Ukraynaya dəstək verməyə başladı. İlk günlərdə bu dəstək yox idi. İnanmırdılar ki, Ukrayna dayana bilər bu müqavimətə. Bu bir aydan sonra bilirsiniz də Rusiya qoşunları ümumiyyətlə Kiyevin İrpeni keçmişdilər. İrpen körpüsünü partlatmışdılar və bəzi yerlərdə 15, bəzi yerlərdə 35, yəni Kiyevin mühasirəsindən söhbət gedirdi. 15 kilometr nə deməkdir Kiyevin paytaxtına qədər? Bu o deməkdir ki, özü yeriyən və uzaq mənzilli artilleriya bəzən 100 kilometri vurur bugün. 15 kilometri toplardan belə vurmaq mümkündür. Belə bir vəziyyətdə Ukrayna dayana bildi. Bu kimsə gözləmirdi. Rusiya Sumudan çıxdı, Kiyev vilayətindən çıxdı, Çernigovdan çıxdı və çəkildi şərq cəbhəsinə və bir də cənubdan Xerson, Nikolayev, Odessa istiqamətində. İndi orada biz əsasən Xerson istiqamətində. Bu geri çəkilmədə əsas strategiya nə idi Rusiya üçün? Siz o Belarus istiqamətindən hücumları və bir də o dediyim o Sumu, Çernigov istiqamətindəki hücumlar. Bir də düşünün Kiyev, bir də düşünün Odessa. Yəni 2000 kilometrlik bir cəbhə xətti yaranmışdı. Rusiya fiziki olaraq 2000 kilometrdə davam edən döyüş əməliyyatlarının logistikasının, daşınmasının, təminatın, təchizatın, qoşunların komplektləşdirməsini təmin edə bilmədi. Bu qədər sadə. Yoxsa Kiyevin 15 kilometrliyinə qədər çatıb, irəliləyə bilmir, amma olan qoşunları da itirir. Və bəzən də mühasirəyə düşürdülər qoşunlar. İkinci bir mühüm məsələ. Pusuqlar qurulurdu. Bu, bilirsiniz, daşınmalar əsasən Ukraynanın özünə aid olan dəmir yolu və avtomobil yolları ilə həyata keçirilirdi. Hava limanları vurulmuşdu. Ora çox da ciddi bir daşınma həyata, yəni ağır il 76 və yaxud da il 96 təyyarələri ilə Rusiya daşınmaları müharibənin ilk günlərindən həyata keçirə bilmədi. Aerodromlarda uçuş enmə zolaqları ki vurulmuşdu, o təyyarələr üçün təhlükə yaradırdı. Yəni o çuxurlara, partlayış olan çuxurlara
düşən təyyarənin şassisi sonunda təyyarənin parçalanmasına, yanmasına, məhv olmasına gətirib çıxarardı. Yəni uçuş enməz zolaqlarını Ukrayna təyyarələr olan müddətdə Rusiya özü vurdu. Bəzilərini qorumuşdular, o qoruduqları zolağı da Ukrayna özü sıradan çıxardı, vurdu. Ki, ora qoşun daşıya bilməsinlər. Qoşunu da təyyarə ilə daşınma yoxdursa, dəmir yolu ilə, avtomobillə daşınma. Birincisi miqyas azdır. Yəni, biri var avtomobillə, biri var qatarla. Qatarda da 50-60 vagon. Bu dəmir yollarında, avtomobil yollarında da Ukrayna pusular qurmağa başladı. O ərazidə mövcud olan yerli əhalidən də bir qədər istifadə edirdilər. Bu ərazinin böyüklüyü ilə bağlı idi. Və partladırdılar qatarları. Bəzən şəhərlərdə hərəkət edən Rusiya tanklarının pəncərədən qumbaratanla mülki şəxs tərəfindən vurulmasının belə videosuna rast gəlirdi. Olurdu belə şeylər. Amma Qərbin dəstəyi də həmin dövrdə Ukrayna üçün böyük idi. Bugünkü qədər az deyildi. İndi çox maraqlı olan bir məsələ odur ki, bu nadir ölkələrə qismət olur. Ukrayna bu müharibəni başlayanda özünün mövcud olan müdafiə sənaye potensialını çox da elə üstün bir səviyyədə deyildi. Amma ixrac potensialı vardı, amma bu zavodlar vurulmuşdu. Bu zavodlar əksəriyyəti məhsul istehsal edə bilmirdi. Ukrayna isə Rusiya o Kiyev ətrafından, Sumudan, Çernigovdan geri çəkiləndən sonra görünür bu daha çox qərb istiqamətində yeni zavodlar, fabriklər qurdular. Qərbdə, Lvov tərəfdə. Bu da nəyə lazım idi? Yəni Avropa ilə, NATO ilə daha yaxın ərazidə yerləşir. Ora təminat, təchizat, istehsal proseslərini orada təşkil edədilər. Bir gün biz nə görürük? Rusiya niyə atəşkəs istəyir ki? Rusiya artıq arxayındır ki, Ukraynada uzaq mənzilli zərbə dronları kütləvi şəkildə seriya istehsalındadır. Yəni Rusiya arxayındır ki, dəqiq bilir ki, Ukrayna bu dronlarla paradı bir zəhərə çevirəcək. Hə, Rusiya anlayır, təbii ki, buna qarşı bir əlində olan vasitələr nə varsa ora yığacaq, toplayacaq, qorumağa çalışacaq, amma paradı da keçirməyə bilməz. Bu, Rusiya ictimaiyyətində böyük, belə deyək, xəyal qırıqlığı yaradar. Böyük təəssüf yaradar. İndi amma keçirsə də kütləvi PUA hücumu olacaqsa, onun qarşısını necə alacaq? Rusiyanın hava hücumundan müdafiə vasitələri ala bilsəydi, o tək-tək olan PUA hücumlarının qarşısını ala bilmədilər. Halbuki Rusiya dəfələrlə elan edib, təqdim edib, sərgilərdə göstərib ki, bizim PUA-dan və aşağıdan uçan hava hədəflərinə qarşı kifayət qədər effektiv pansır zenit raket artilleriya komplekslərimiz var. Bunların nə bilim dünyada analogu yoxdur dırnaq arasında. İndi o analogsuz silahlar niyə bu günləri Ukrayna PUA-larını vura bilmir? Hə, Ukraynanı bilirik, onun vasitələri öz ərazisi müdafiə üçün yetərli deyil. Verilənlərlə də bu tam həcmdə təmin etmək mümkündür. Ümumiyyətlə dünyada 100% hava müdafiəsini təmin edən vasitə yoxdur. Amma tək-tək atılanları vurmaq mümkündür axı. Ballistik raketlər Türkiyə tək-tək atıldı. Baxın, hamısı vuruldu. Heç Türkiyə ərazisinə çatmadan. İstiqamət Türkiyə idi. Vurulması Aralıq dənizindəki NATO gəmiləri həyata keçirdi. Orada bu gəmilərdə yerləşən Patriot zenit raket komplekslərinin PAK-3 raketləri ilə vuruldu. İndi Rusiyada deyir ki, mənim sistemlərim var, idealdır və s. Amma görürsünüz, onlar belə Rusiya zenit raket komplekslərinin istehsalında ilk yerlərdən birini tutur. Yəni ilk 3 ölkə arasında. Çindir, ABŞ birincidir, Çindir, bir də Rusiyadır. Amma görürsünüz, onlar da yenə vura bilmir. Neft eğlamalı zavodları, hamı bilir ki, tez-gez oranı vuracaq Ukrayna. Yəni, vasitə çatışmazlığı bir, ikinci, heyətlərin ola bilsin qeyri-peşəkarlığı var burada.
Üçüncüsü də təbii ki, kütləvi halda. Yəni biri var, bir hədəf gəlir. O Zenit raket kompleksinin bir neçə kanalı var. Kanallardan biri onu görür, aşkarlayır, izləməyə götürür və raket kompleksinə atəş açmaq üçün lazerlə hədəf göstərir. Məsafə, uçuş sürəti, bucaq, istiqamət və s. bu məlumatları toplayır, göndərir. Kompleksdə bunu hesablayır, hansı bucaq altında, hardan necə atəş açacaq və hədəf məhv edilir. İndi düşünün ki, gələn hədəflərin sayı mövcud olan izləmə kanallarının sayından artıqdır. O zaman iş mürəkkəbləşir. Yəni, izləmə sayına uyğun olanları peşəkar bir heyət eyni zamanda izləyib, hesablayıb ötürə biləcək. Bəs qalanları nə olacaq? O hesablayıb ötürənə qədər o birisilər keçdi arxaya. Yəni, hava hücumundan müdafiə çətiri bir eşelonu yarıldı. Əgər orada 2-3 eşelon varsa, puan sayını da 2-3 dəfə artırmaqla, mən biraz bunu təbii ki, loru dildə deyirəm ki, izləyicilərə də aydın olsun. O sayı artırmaqla vurulan puan sayını belə diqqətdən atmaqla yenə də bir neçəsini, tutaq ki, 30% puanı eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemindən keçirmək mümkün. İndi Ukrayna 1750 kilometr, 50 kilometrə zərbə endiribsə, kim zəmanət vermir ki, o 2000 kilometrə çatmayacaq, bu bir. Yəni, Putinin oturduğu iqamətgahları nəzərdə tuturam, yəni məsafə bax. Kim zəmanət verir ki, onlar əvvəlki kimi kiçik partiyalarla hücum eləyəcəklər. Yəni, kütləvi bir hücum olmayacaq həmin gün. Axı, hamı çox yaxşı bilir ki, hər il bu parad keçirilir və Ukraynanın da ən böyük arzusu bu paradı zəhər zəqqutuna çevirməkdən ibarətdir. İndiyə qədər 1750 kilometrə kütləvi hücumları izləmirdik, amma bugün izləyirik. Üstəgəl Flamingo raketləri də var, onları da uzaq mənzillidir, yəni onlar da düzdür, onların tətbiqi kütləvi şəkildə həyata keçirilmir, amma tək-tək atışlarını görürük. Bəlkə də keçirilir. İndi mən izlədiyim yerlərdə video görüntüyə rast gəlmirəm. Sözə çox yerdə rast gəlmir olur. Mən video görüntü ilə olanlara daha çox etibar edirəm. Çünki sözlə yazmağa nə var ki, bir gün yazım ki, İranın atdığı raket New York'a düşdü. Amma New York'a çatacaq raketi yoxdur axı İranın. Bunu hamı bilir. Türkiyə ilk dəfə 6000 kilometrlik raketi dünən Saha 2026-da Yıldırım Han adı ilə təqdim elədi. Bəzilərin, ümumilikdə Azərbaycanda bu çox müsbət qarşılandı. Bəzilərin görürsən ki, şübhə ilə yanaşır. Onlara da buradan səslənirəm. 10 il qabaq Türkiyə patronu mərmini belə kənardan alırdı. Üstə gəl, həmin o sursatı həm silah kimi alırdı. Yəni, Türkiyə məhdudiyyət qoydular. Mənim verdiyim mərmini, silahı, sursatı, texnika, vasitə, avadanlığı tutaq ki, Yunanistana qarşı istifadə eləyə bilmərsin. Bəli, bəli. Bu şərtlərlə verdilər. İndi həmin ölkələr, o cümlədən də Avropa və NATO ölkələri Türkiyənin qapısında dayanıb silah, sursat gözləyir onlar. Hətta İspaniya Türkiyənin silahlanmaya qəbul etmədiyi 30 ədəd hürjetə görə Türkiyəyə vəsait ödədi. 2.6 milyard bir imzayın. Çox böyük bir rəqəmdir. 2.6 milyard. Bir dənə hürjetdə. Polşada bu günləri Türkiyə puanlarından istifadə edir. Amma Türkiyə silah lazım olanda PKK ilə mücadiləyə, mübarizəyə bu silahları vermirdilər Türkiyəyə. Nəinki qırıcı, heç deyirəm patronu belə məhdudiyyətlə verirdilər. Halbuki NATO ölkəsi idi, müttəfiq idi onlarla. Qapıları quyruq arasında qalanda daim Türkiyə yada düşür. İndi isə Türkiyə həmin o ölkələrin özünə silah satır. Bu çox böyük bir sıçrayışdır. Bəli, bəli. Biz deyəndə ki, birinci əsr Türkiyə əsridir, bunu nəzərdə tuturduq. İndi Azərbaycan da həmin tədbirdə iştirak edir, yəni Müdafiə
aerokosmik sərgidə. Orada da bizim mülki şirkətlər, özəl şirkət tərəfindən 3 modeldə PUA-nın təqdim edildiyi barədə məlumatlar gəldi. Xeyirli olsun. Daim bizim istədiyimiz olub ki, mülki şirkətləri, mülki sektoru müdafiə sənayesinə buraxın. ABŞ-dakı bugün şirkətlər əksəriyyəti mülki şirkətlər kimi yaradılıblar. Və onlar bugün dünyanın ilk 5 böyük şirkəti sırasına daxildir və illik ticarət dövriyyələri 100 milyard dollarla ölçülür. Biz uzun müddət bu Azərsilah yaranana qədər mülki şirkətlərə hərbi təyinatlı məhsul istehsalı üçün şərait yaratmırdıq. Sonunda Ali Baş Komandanımız bu məsələyə müdaxilə elədi, müvafiq sərəncam imzaladı. Bundan sonra artıq biz ilkin cəmsi 2 il ərzində böyük bir irəliləyişlər görürük və daha çoxunu isə biz sentyabr ayında görəcəyik. Orada bir çox ölkələrlə birgə istehsal olunan məhsullarımız nümayiş olunacaq. Bilirsiniz, Azərbaycan və Türkiyə arasında bir çox müqavilələr var. O müqavilələrin nəticəsini də ola bilər yaxın günlərdə, ən geci sentyabrda keçiriləcək ADEX 2026 sərgisində çox mühüm bir yeniliklər görəcəyik.